Ərzə yazdım mən sənə ey şah-ı xubanım mədəd. Ərz-i halım sən bilirsən, din-i imanım mədəd. Şərmisarəm, pürgünahəm, sən bağışla ya kərim. Cümlələrini yarlıqayın, kamil ihsanım mədəd. Məst و məcnun olmuşam mən fürqətindən ya Həbib. Ey həqiqət aləmində incə ərkanım mədəd. Bu əlimdir daməniniz ya Əliyyül Murtəza. Bu vəslindir sevən hər dərdə dərmanım mədəd. Hər yana əzm eylər olsan sure fəth oldu fəth. Açılır bağlı qapı dövlətli dərbanım mədəd. Bu xətayinin günahın sən götürmə yüzünə. Şah-ı Mərdan, şir-i Yəzdan, sirr-i sübhanım mədəd. Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə siz əziz yoldaşlara, yol birlərə, sırdaşlara salam ərz edirəm. Bu yeni ildə bütün möminlərə, müslümanlara, özəlliklə Türk müslümanlarına Tanrıdan bollu xeyir və bərəkət arzulayıram. Tanrıdan istəyirəm ki, bütün oruçlarınız, namazlarınız, ibadətləriniz, dualarınız bu gözəl ayda qəbul olunmuş olsun. Yeni ili, il bayramını, Oğuz bayramını sizlərə təbrik ərz edirəm. Hər halda Allahdan istəyirəm ki, sağlıqla, səlamətlə, birliklə yaşayasınız. Deyir ki, ya müqəllibəl qulub vəl əbsar, ya müdəbbirəl leyli vəl nəhar, ya muhavviləl həvli vəl əhval, havvil halana ilə əhsənil hal. Ey ürəkləri, ey gözləri çevirən, ey gecəni gündüzü tədbir eləyən, ey halı əhvalı dəyişən, bizim də halımızı, əhvalımızı gözəl hallara çevircinən. Qəzəli ki sizə mən oxudum Şah İsmail Xətaidən idi. Şah İsmail Xətai o qəzəli Mevla Əli əleyhissalam Həzrət Əli ilə bağlı yazmışdır. O Həzrətin Fəthül Fütuh olması, o Həzrətin vasitəyi feyz olması və Şah İsmail kimin bir böyük, güclü şaha vasitə düşməsi və onun günahlarından keçməsini Tanrının dərgahında bu qəzəldə açıq və aydın görmək olar. Hər halda bu bayram bizə, biz türklərə və Azərbaycanda yaşayan türklərə, Anadoluda yaşayan türklərə aid olan bir bayramdır. Niyə ki, o bizim təbiətimizlə uyğundur və bayram kəlməsi də qoçun bəyliği deməkdir. Yəni o zaman ki, qoç bəyliğə hazırlanır, ta sürünün içinə qatalar və o doğumluq gətirə o sürüyə, onun adına bayram deyilirdi ki, o da demək olar bir 5-10 gündən sonra demək olar başlayır. Hər halda təbiətin belə oyanması bizə bir böyük çağırışdır, bizə bir böyük uyarlıqdır. O da budur ki, biz də
oyanmalıyıq. Öz keçmişimizə, öz varlığımıza, öz kimliyimizə biz sahib olmalıyıq. Bizim kimliyimiz türklük, İslamlıq və müasirlikdir. Yəni bu türklükdən, İslamlıqdan, müasirlikdən öz fəlsəfəmizi, öz hikmətimizi, öz İslamımızı, öz irfanımızı, öz əxlaqımızı, öz dil və ədəbiyyatımızı və milli səviyyədə bunları tapmalıyıq, araşdırmalıyıq, ortaya qoymalıyıq. Mən 500-ə yaxın məqalə bu 3 ilin, 4 ilin içində milli fəlsəfəmizdən, milli hikmətimizdən, milli İslamımızdan, milli irfanımızdan, milli dil və ədəbiyyatımızdan, milli hökmdarlığımızdan yazmışam. 120 dənədən çox video failləri YouTube'da, Instagram'da yükləmişik. Biz bu məsirə davam verməliyik. Türkü İslami düşüncə bizim bütün varlığımızdır. Türkü danan İslamı danır. İslamı danan Türkü danır. Hər harda Türk var, İslam var orada. Türklə İslam ətlə dırnaq kimindilər. Türk İslam aləmini birləşdirə bilər. İslam da Türk aləmini birləşdirə bilər. Türk bir əqlaniyyətə neçə min il içində əl tapıb, o əqlaniyyətin içində təsamuh da var, təsahül da var, etidal da var, ədalət də var, dövlətə düşünmək də var və digərləri qəbul eləmək də var, tədbiri bəqa da var, sülhə düşünmək də var. Bu sürəcdə demək olar bu əqlaniyyət bir tarixi gedişdə biz neynəmişik ona, əl tapmışıq və əgər bizim də üstünlüyümüz olsa, o əqlaniyyətlə o üstünlük meydana gəlir. Hər halda bu ildə bizim iqtisadi durumumuz çox önəmlidir bizim üçün. Buna görə ki, biz dövlətçilərdən, dövlətdə işləyənlərdən, özəlliklə Döktür Pezeşkiyandan biz istəyimiz vardı. Biz sizlərə qapı-qapı dolanıb rəy yığmışıq. Minlər adama biz hökmlər vurmuşıq. Adamlar meydana gətirmişik. İndi doların bu durumunda, qızılın bu vəziyyətində aylıq alanlar, bazınşəstə olanlar, kargərlər, fəhlə cəmaəti, əliyin əməqindən yiyənlər, bunlar hamısı getdikcə bu camiədə, bu toplumda əzilirlər. Və biz bunlara nə zaman bir fikir qılmalıyıq? 76-da mən aylığımla eləyə bilərdim, bir dənə sikkə alam. İndi bəlkə ki, mən 40 milyon aylıq alaraq, hələ o aylıq alanların içində vəziyyətim yaxşı olaraq 2 aydan çox aylığı gərək qoyan bir yerə eləyə biləm bir dənə neyniyəm sikkə alam. Hələ bizdən aşağı aylıq alanlar ki, çoxları vardılar, onların vəziyyətləri, müstəcir olanlar, şəhriyə verənlər, neçə uşaq oxudanlar, bunlara neynəməliyik? Bu iqtisadi doları bahalatmayın. Bizim milli pulumuzun dəyərini zibilə, peynə çöndərməyin. Axı bu heç kimə xeyri olmayacaq. Bu iqtisadi duruma siz bir fikir çəkməlisiniz. Uzman insanlardan ixtisas sahəsində meydana çəkməlisiniz. Axı siz buyurdunuz ki, biz 15 ölkə ilə qonşuyuq. Axı 15 ölkə ilə qonşu olan 15 ölkəyə səfər eləyər. Yanına da bir 100 dənə otağı bazırqanıdan tacir salar. Gedər Ərəbistana, Qətərə, İmarata, Kuveytə, Əraqa, bu ərəb dövlətlərindən dolanar. Ən birincisi gedər Allahın evini ziyarət elər. Durub gedib Tacikistana, İmam Əli Rəhmanov bir dənə dinsiz adamın ziyarətinə orada getməz. Biz həmsayalarla ağır bir əlaqəyə və ilgiyə keçməliyik. Ən birincisi ərəb dünyası ilə
biz münasibətlərimizi qurmalıyıq. Sonra Türk dünyası ilə Türkiyədir, Azərbaycandır, Türkmenistandır, Qəzzaqıstandır. O tərəfdən gəlcinən Azərbaycandır, gəl aşağıdan Pakistandır, Əfqanistandır. Bunlarla ağır ticari qərardatlara keçməliyik. Axı istiqlal, bağımsızlıq bu aləmdə, yəni yatırım, yəni sərmayəgüzarını eləmək indi Çinin özündə ən böyük ölkə ki, yatırım yatıdıbdır, Amerikanın özüdür. O yerdə ki, Amerika pul yatıdıb, oranı heç vaxt vurmaz. Bizim Amerika ilə də danışığımız yatırım baxımından olmalıdır. Sərmayəsi gəlməlidir, şirkətləri gəlib burada çalışmalıdır. Yoxsa biz siyasətimiz onunla elə kəl-kəl vuracaqdır, ideolojimiz onunla kəl-kəl vuracaqdır. Amma tacirlər ki, eləyə bilərlər, bir-birləri ilə oturarlar, danışarlar, biznes yaparlar, şirkətlərini aparalar, gətirərlər. Və bu müzakirə, bu danışıq bu sahələrdə olmalıdır. Biz məmləkətimizə fikir çəkməliyik, bunu qurtarmalıyıq. Biz sevirik bu məmləkətimizi. Tək-tək bunun torpağında bizim dədə-babalarımızın izləri vardı. Burada şəhidlər olublar, burada qanlar axıbdır. Biz heç zaman təciyə tələb olanmarıq. Axı təciyə tələb sandıq başına gəlməz. Türkiyə bir təziyə tələb demək yamandan pisdir. Bunlar tarix boyu tərkib tələb olublar. Torpağa qatıblar. Coğrafiyalarını genişləndiriblər. Məyər Şah Abbas Bəndər Əbbası qurtarmayıbdır. Məgər Şəhid Bakirlər, Təcəllailər, Yaxçıyanlar Sipah-ı Aşurada bu məmləkəti qurtarmayıblar. Məgər bizim dədə-babalarımız cibhələdə yaralanmayıblar. Bu torpağa məyər bunlar qan verməyiblər. Ola bilər məyər bizlərdən təziyə tələb çıxa? Axı pantürk demək nə deməkdir? Əgər hər türk pantürküdür, bu bir faciədir. Onlar bu hüviyyət məsələsindən siz əmniyyəti sildirəsiz. Axı hüviyyət bir kültürel, bir rəvanşinası, bir fəlsəfi qavramdır. Burada əmniyyət nə iş görür? Bir insan ki istəyir deyə mən öz dilimə sahibəm, öz ədəbiyyatıma sahibəm, mən misi süngünümün istəyirəm, pulu bizim bahlərimizdə işləsin. Gündə 100 milyard tümən pul buradan durur, gedir Kirmanda, Yazda, İsfahanda olur. Mən 50 milyon vam almağa neçə zamın aparam? O rahat eləyə bilir 500 milyon vam alsın. Axı burada təziyə tələblik var. Burada təbiz var. Burada 48-ci əsli siz yerinə qoymalısınız. Burada ədalət gəlməlidir. Ona görə ərz eləyim ki, bu ismləri bütün qərbi filsuflar çıxaldıblar İslam aləmini parçalamaq üçün. Elə liberalizmi də bücürdü, kapitalizmi də bücürdü, komünizmi də bücürdü, sosializmi də bücürdü, nasyonalizmi də bücürdü, panturanizmi də bücürdü, pantürkismi də bücürdü, pan-ərəbismi də bücürdü. Bunların hamısını bunlar çıxartdılar ki, İslam aləmini bunlar parçalasınlar. Ona görə pantürkizm bir dənə filsuf Yəhudi Məcari Vamberi adında yaratdı ki, bunlar İslam aləmini parçalasınlar. Axı pan bir ləhistani kələmə olaraq, yəni külliyyət istəmək, hər şeyin hamısını istəmək. Yəni əgər indi pezeşkiyan dövlət səviyyəsində deyə ki, ağa bu 90 milyon bundan bu yana hamısı türkü danışacaq, hamısı türkü yazacaqdır və naharları da hamısı bunlar Təbriz küftəsi yeməlidirlər, şamları da hamısı bunlar Təbriz aşı yeməlidirlər. Biz və kimsənin də haqqı yoxdur farsıca, ərəbicə və digər dillərcə danışa, hamı türkücə danışmalıdır. Biz onda pezeşkiyana deyəcəksən pantürksən. Pantürk bir siyasi istilahdır, bir fərhəngi istilah ola bilməz. Yəni siyasətin hər sahəsində, hər qüdrət səviyyəsində atsına sən hamısını ələ keçirdibsən, bütün düşüncəvi, bütün ideolojivi, bütün istəklərivi, bütün qovmiyyətlərə, bütün millətlərə sən neyniysən, təhmil eləyirsən. Biz onun adına pan deyirik. Hala pan türk deysən de, pan fars deysən de, pan ərəb deysən de. Ona görə biz türklərdən pan türk çıxmaz. Çünki bizim əlimizdə nə qüdrətimiz var, nə mədəniyyətimiz rəsmiyyətdədir, nə dilimiz mədrəsələrimizdə və danışqahlarımızda oxunur. Bizə
Pantürk demək olmaz. Biz özgələri keçindirmişik. Biz tarix boyu Yəhudilər, Məsihlər, Zərtoştilər gəlib bizlərdən hökm alıb, bunlar vəzir olublar. Və özgə dinlərə və özgə dillərə biz yol vermişik. Niyə? O təsahül və o təsamuh bu işləri görübdür. O əqlaniyyət bu işləri görüb. Biz sizləri keçindirə bilərik. Siz bizləri keçindirəmirsiniz. Ona görə türküdən pantürk çıxmaz. Türküdən təzyiyə tələb çıxmaz. Çünki türk İran toprağını sevir və onun gəyiş toprağına canını verə bilər. Sandıq başına gəlir. Bu nizamımızın ki müşarikəti 10% aşağı olaraq bu tühlər sandıqları rəqsə gətdilər. 42% müşarikət verdik. Təbrizdə 62%-dən çox biz müşarikət vermişik. Onları biz eləmişik. Elə adamlar olubdur ki bir əvvəl inqilabdan bir dəfə rəy vermişdi. Biz onlara qapı çağırıb gətirmişik. Sandıq başına xahiş eləmişik. 24 cil kitab yazanı gətirmişik sandıq başına. Bunlar rəy veriblər. Ay döktür, biz bunların qabağında məsuliyyətimiz var. Bizi utandırmayın. Biz iqtisadi durumlara fikir çəkməliyik. Pulumuzu zibilə çəkməyin. Peyin eləməyin. Peyin də bizim pulumuzdan indi bahadır. Ona görə ərz eləyim ki, bu tühlərdən casus çıxmaz. Nə mitə bağlı, nə o birisinə bağlı çıxmaz. Casus o adamlardılar ki, icazə verdilər, Hənyanı vurdular, Fəxrizadəni vurdular, Seyid Həsən Nəsrullahı vurdular. Axı bir mühəqqiqdən, bir alimdən, bir yazardan, o ki kitabla işi vardı, bundan casus çıxmaz. Casus bir dənə general olar, bir əmniyyəti olar, əmniyyətin yürürlərdə olar. Mən sizdən bütün istəyim budur ki, siz elə eləyəsiniz ki, bu hüviyyət məsələsindən əmniyyət məsələsi çıxsın eşiyə, gəlsin alimlər səviyyəsində, danışgahı səviyyəsində, bu xüsusda bunun müəllifələrində danışılsın, kələmələr bir-birləri ilə güləşsinlər. Yaxşı, ta biz eləyə bilək bu danışığın içindən bir para həqləri ki, bunlar sizə güvəniblər və sandıq başına gəliblər, rəy veriblər və bir istihqaqa və bir qabiliyyətə çatıblar, onların həqlərini biz neyniyək? Dirildək. Hər halda mən yeni ili sizə təbrik deyirəm. Molla Əli əleyhissalamın bir iki gündən sonra şəhadət günüdür. Onu da bütün müminlərə və şiələrə və mən əhl-i beyti sevənlərə mən təsliyyət ərz edirəm. Çox xoşluram əziz dostum Vəduddan. Bu konuda Molla Əli ilə bağlı bir şeirlə sözlərimi qurtaram. Buyurur ki, dünyaya haqqı göstərən izdir adın Əli. Bir damladırsa dünya dənizdir adın Əli. Hər kimsə şəm edir, necə fəxr etməsin sənə, düşmənlərin yanında əzizdir adın Əli. Sən Kəbə oğlusan, yeridir səcdə eyləsin, şəbnəm önündə bəs ki təmizdir adın Əli. Hər vaxt adın gələndə ədalət də dinlənir, ədl ilə ən əzəldən ekizdir adın Əli. Dünya günah düşərgəsidir, töhmət oylağı, ancaq ki bir sənin ləkəsizdir adın Əli. Ta həq naxışlı al günəşin batmasın qanı, zülmata qarşı məşəlimizdir adın Əli. Rəhm et ki az qalır ətəş öldürsün ilqarı, bir damladırsa dünya dənizdir adın Əli. Sağ olasınız, var olasınız, gələn görüşlərə qədər.